dinimizin təkid elədiyi məsələlərdən biri də deyir, dəfn mərasimlərində gedin iştirak eləyin. Nə üçün? Çünki onun yerinə qoy. O ki çiynində aparırsan, onun yerinə özü qoyasan. Vallahi onu özü o ölünün yerinə qoyanda elə bilməsən, sabah qoyacaqlar onun yerinə. Ondan sənə ziyan olmayacaq. Ölünün yerinə özünü qoy, hədislər bunu buyurur. Deyir, get qəbristana, elə bil səni apardılar, qoydular ora. Qayıdıb gələndə də elə bil ki, Allahdan icazə istədin, fürsəti verdi sənə. Bu qəbir dəfn mərasimində iştirak eləməyin faydası. Elə bil icazə verdilər, qayıtdın. Onda ömrə baxışın dəyişəcək. Ölüm bir dəfədə onu heç kəs təcrübə eləmir. Ona görə deyir 100 dəfə özün təcrübə elə, xəyalında təcrübə elə. Çünki 2 dəfə olmayacaq axı. Birində təcrübə qazanasan, ikincisində sərf eləyəsən. Ona görə deyirsə hər dəfə ölümü çox yad elə ki, yaşadıqca ölümü təcrübə eləyəsən.